Bismillahirrahmanirrahim. İnsanın həyatda yaşam meyarları olmalıdır. Və insan o meyarlar əsasında öz həyat tərzini qurmalı, dostlarını və düşmənlərini müəyyən eləməlidir. Biz Azərbaycanlılar Əhl-i-Beyt şiələriyik. Bizim həyat meyarımız, yaşam meyarımız Peyğəmbər və onun pak Əhl-i-Beyti və onların həyatı olmalıdır. Biz dostlarımızı və düşmənlərimizi onların həyatı ilə, onların vücudu ilə təyin etməliyik. Əhl-i-Beytin düşmənlərini düşmən, dostlarını isə özümüzə dost tutmalıyıq. Allaha and verirəm öz böyüklüyünə, bizləri Peyğəmbər Əhl-i-Beytinin dostları ilə dost, düşmənləri ilə isə düşmən olanlardan qərar versin.